2026-cı il dövlət büdcəsi xərclərinin 41%, cari xərclərin isə 68%, ümumilikdə 17,1 milyard manat sosial yönlü sahələrə yönəldiləcək. Bunu Maliyyə naziri Sahil Babayev Milli Məclisdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, orta müddətli büdcə dövrü 2022-ci illə müqayisədə sosial yönlü xərclər 5,6 milyard manat və ya 48% artacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulmuşdur. Bu 2025-ci ilə nisbətən 121 milyon manat, 24-cü ilin icra göstəricinə nisbətən isə 722 milyon manat çoxdur. Orta müddətli dövrlə, yəni 4 illik dövrlə müqayisə etsək, cəmi 4 illik bir dövrdə bu xərclər 41% artmışdır. Cari ilə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə növbəti ildə 2,8 milyard manat vəsait sərf ediləcəkdir. Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.